Bugünkü mövzumuz əvəzlikdir və əvəzliyin bütün növlərinə toxunmağa çalışaq. Birinci başlayaq personal pronouns şəxs əvəzliklərindən və bu əvəzliyi hamı tanıyır. Bunlar hansılardır? I, mən, sonra you, sən və ya siz kimi tərcümə oluna bilər. İşləndiyi vəziyyətdən asılıdır. Sonra we, biz, they, onlar. Sonra üçüncü şəxsin təkində olan əvəzliklər hansılardır? He, she və it. Bunlar hamısı bərabərdir o. Sadəcə burada he nədir? She nədir? It nədir? He kişi cinsində o deməkdir. She qadın cinsində o deməkdir. It isə digər canlılarda və cansızlarda onu əvəz edir. Baxın, he sözünün tərcüməsi kişi demək deyil. Ya da she sözünün tərcüməsi qadın demək deyil. Bunların üçünün də mənası o əvəzliyidir. Və bunlar qadını, kişini və digər canlı və cansızları əvəz edir. Bu nə deməkdir? Məsələn, mən deyirəm ki, mənim qardaşımın 15 yaşı var. O məktəbdə oxuyur. Kim məktəbdə oxuyur? O. Qardaşımı əvəz eləyirəm o əvəzliyi ilə. Və buradakı o qardaşımı, yəni kişi cinsini əvəz etdiyinə görə mən verirəm he ilə. Sonra she deyirik ki, qadın cinsini əvəz eləyir. Bu nə deməkdir? Məsələn, deyirəm ki, mənim bacımın 21 yaşı var. O universitetdə oxuyur. Kim universitetdə oxuyur? O. Burada o deyəndə kimi əvəz elədim? Mən bacımı əvəz elədim. Buna görə də mən nədən istifadə edirəm? She'dən istifadə edirəm. Və biz şəxs əvəzliyindən, ümumiyyətlə əvəzliklərdən niyə istifadə edirik? Sözdə, cümlədə sözlərin təkrarının qarşısını almaq üçün biz əvəzliklərdən istifadə edirik. Bunlar şəxs əvəzliyidir. Şəxs əvəzliyi kim, nə suallarına cavab verir. Baxın, sualları kim və nədir? Cümlədə birinci yerdə işlənərək cümlənin mübtədası olur. Məsələn, deyirəm ki, I go to the school. Mən məktəbə gedirəm. I mən deməkdir, şəxs əvəzliyidir. Kim sualına cavab verir, cümlədə birinci yerdə gəlir və cümlənin mübtədası olur. Siz bu şəxs əvəzliklərini aparıb cümlənin ortasında yazmayın və ya cümlənin axırında yazmayın. Ola bilər ki, sual cümlələr olsun. Sual cümlələrində yenə cümlənin əvvəlində gəlməlidir şəxs əvəzliyi. Sual cümlələrində quruluş belədir. Baxın, gözləyin buradan yazın. Birinci nəqli cümləni yazım, sonra sual cümləsini yazım. Əslində quruluş eynidir. Sadəcə cümlənin əvvəlinə bir dənə keçir köməkçi feil. Deməli, nəqli cümləmiz necədir? Mübtəda, plus, xəbər. Bir də bizə lazımdır plus tamamlıq. Biz ümumiyyətlə əvəzliklərdən öyrənirik mübtəda və tamamlığı. Birincisi, şəxs əvəzlikləri cümlədə birinci yerdə gəlir burada. Mübtəda olur. İndi keçirəm sual cümlələrinə. Sual cümlələri belədir. Köməkçi feil, plus, mübtəda, plus, xəbər, plus, tamamlıq. Gördünüz, sual cümlələrində fərqli olan bir şey odur ki, köməkçi feil əvvələ keçir, amma mübtəda, xəbər, tamamlıq cümlə strukturu eyni qalır. Burada yəni mübtəda cümlənin əvvəlində gəlir. Və buradakı mübtədanı siz indi deməyin ki, burada bəs niyə mübtəda ikinci yerdə gəldi? Burada əslində mübtəda yenə birinci yerdə gəlib. Çünki köməkçi feilin heç bir tərcüməsi yoxdur. Sonra keçirik nəyə? Baxın, əgər testlərdə boşluq varsa, siz boşluğa əvəzlik qoymalısınızsa və variantlarda şəxs əvəzliyi varsa, deməli sən onu cümlənin əvvəlinə qoymalısan. Yəni, qısacası, xəbərdən əvvəl. Aparım cümlənin ortasında, sonunda şəxs əvəzliyi qoymalıyam. Səsləri bağlasın. Sonra, burada xəbər var. Xəbər feillərlə ifadə olunur və feillər əvəzliklə əvəz olunmadığına görə biz xəbəri keçirik və keçirik üçüncü yerə tamamlıq. Tamamlıq cümlədə üçüncü yerdə gəlir. Tamamlığın sualları hansılardır? Kimi, nəyi, kimə, nəyə? Tamamlığın əvəzinə gəlin bir cümlə yazın. Mübtəda, xəbər tamamlıqdan ibarət və orada tamamlığın yerinə mən əvəzlik qoyum. Gəlin baxaq. Birincisi, yazıram ki, məsələn, Nigar bought a book. Nigar bir kitab aldı. Burada Nigar cümlənin mübtədasıdır. Nigarı mən əvəz edə bilərəm şəxs əvəzliyindən.
She deyə əvəz. Aha, she deyə bilərik Nigara və bought feilimizi, almaq feilimizi yazdım. Üçüncü yerdə gəlib e-book. Book cümlədə üçüncü yerdə gəlib. Nəyi sualına cavab verir. Cümlənin tamamlığı, yəni cümlənin obyektidir. Bu zaman ortaya gəlir obyekt əvəzlikləri. Deməli, mən cümlənin bu tamamlığını obyekt əvəzlikləri ilə ifadə etməliyəm. Book cansız isim olduğuna görə mən bura onu demək üçün it deyirəm. Deyirəm ki, Nigar kitabı aldı. Bir də deyirəm ki, o onu aldı. Aslında biraz mənasız oldu. O kitabı aldı mənasında. Yəni burada it book'u əvəz eləyir. Ya da yazıram ki, məsələn, Nigar called, Nigar çağırdı ya da Nigar zəng etdi. Tutaq ki, yazıram, Murad yazıram. Nigar called Murad. Nigar Murada zəng etdi. Nigar kimə zəng etdi? Nigarı yenə əvəz edirəm nə ilə? She ilə əvəz edirəm. Əvəz etməyə də bilərəm. Sadəcə üstünü göstərmək üçün deyirəm. She called. Murad burada üçüncü yerdə gəlib. Əsas odur ki, feildən sonra gəlib. Feildən sonra gəlibsə, Murad deməli tamamlıqdır. Deməli, Murad burada tamamlıqdırsa, deməli cümlənin obyektidir. Çünki feildən sonra gələn bu isim cümlənin obyekti olur və obyekt cümlə üzvü olaraq cümlənin tamamlığıdır. Tamamlıq kimi, nəyi, kimə, nəyə suallarına cavab verir. Həmçinin obyekt əvəzlikləri kimi, nəyi, kimə, nəyə suallarına cavab verir. Deməli, mən cümlədə feildən sonra gələn tamamlığı obyekt əvəzlikləri ilə əvəz edə bilərəm. Buradakı Murad, Nigar Murada zəng etdi. Kimə? Kimə sualına cavab verirlər? İndi mən burada Muradı obyekt əvəzliyi ilə əvəz etməliyəm. Murad kişi cinsindədir. Ona görə mən onu əvəz edirəm him. Him ona deməkdir. Gəlin obyekt əvəzliklərini yazaq. Me, mənə, mənim. Sonra you, sənə, səni. Sonra him, kişi cinsində ona, onu. Gəlin burada yazdım hamısını. Baxın, her qadın cinsindədir. She'nin dəyişmiş formasıdır. Him kişi cinsindədir. He'nin dəyişmiş formasıdır. Amma it olduğu kimi qalır. It həm o, həm də ona onu deməkdir. Sonra hansı şəxsimiz var? Baxaq. As bizə bizi. You sizə Aha, sizi. yüzü burada yazmışam. Qoyun elə burada yazım. Sizə, sizi. Sonra as bizə bizi. Bir də sonuncu them. Onlara. Onlar. Onlar. İndi bunu biz görə bilərik testlərdən necə? Bunu gördük. İndi gəlin baxaq. Bunu biraz ayırım bundan. İndi gəlin baxaq. Məsələn, bura belə bir şey yazıb. Burada 3 nöqtə qoyub. İndi ola bilər ki, 3 nöqtədən sonra cümlə davam eləsin ya da beləcə bitsin. Sən görürsən ki, burada mübtəda var, burada da xəbər var. Xəbərdən sonra gələn boşluqda nə olmalıdır? Təbii ki, tamamlıq olmalıdır. Çünki xəbərdən sonra tamamlıq gəlir. Xəbərdən sonra gələn tamamlıq cümlənin obyektidir. Kim nə, kimi, nəyi, kimə, nəyə suallarına cavab verir. Bu obyekti elə sən gətir obyekt əvəzliyi ilə ver də. Çünki obyekt əvəzliyi də bax mənə, kimə, məni, kimi, ona, nəyə, onu, nəyi suallarına cavab verir. Deməli, sən üçüncü yerdə gələn, xəbərdən sonra gələn cümlə üzvünü obyekt əvəzlikləri ilə əvəz etməlisən mütləq. Və burada sən gördün mübtəda, called nədir? Xəbər, zəng etmək, xəbərdir də. Üçüncü yerdə tamamlıq gəlməlidir. Sən bura nə qoymalısan? Obyekt əvəzliyi. Çünki cümlənin obyekti yoxdur, tamamlıq yoxdur. Ürəyin hansını istəyirsə qoya bilərsən. Məsələn, biz burada əvəz etmişdik. İndi Murad kişi cinsindədir. Hansı qoymalıyım? Him, ona. Kimə zəng etdi? Murada. Ona. Bura nə qoyuram? Him qoyuram. Əgər burada Murad olmasaydı, tutaq ki, bir qadın cinsində biri olsaydı, məsələn, bilmirəm, ağlıma bir ad gəlmir. Məsələn, Aylin yazıram. Tutaq ki, Aylindir. Aylinə zəng etdi. Ya da deyirəm, ona zəng etdi. Burada Aylin qadın cinsində olduğuna görə nə yazıram? Her yazıram. Sonra, məsələn, burada deyə bilərəm ki, uşaqlara zəng etdi. Children. Uşaqlara zəng etdi. Children cəmdə olduğuna görə onlara demək üçün nə deməliyəm? Them. Burada nə yazıram? Them. Başa düşdünüz? Bu qədər sadə. Obyekt əvəzliyinin yeri cümlədə xəbərdən sonradır. Çünki obyektdir də, yəni tamamlıqdır.
Kimisə başa düşmədiyi nəsə oldu burada? Xeyr. Sonra keçirik. Orada kimsə nəsə yazırsa görmürəm. Mütləq sualı olanlar mənə desin səsli şəkildə. Sonra keçirik qayıdış əvəzliklərinə. Uşaqlar emoji verməyin də. Qayıdış əvəzliklərində. Deməli, qayıdış əvəzlikləri Azərbaycan dilində qayıdış feilləri var. Bu feillər necə feillərdir? Hərəkəti öz üzərində icra edir. Məsələn, deyirsən ki, mən paltarımı geyinirəm. Sən bu paltarı geyinməyi öz üzərində icra edirsən, elə? Və bu qayıdış feilləri adlanır bizdə. İngilis dilində də qayıdış əvəzlikləri var. Hansı ki, bu əvəzliklər vasitəsilə biz hərəkəti öz üzərimizdə ya da kimsə ya da nəsə hərəkəti öz üzərində icra eləyir. Və bunları, deməli, əvəzliklərin sonuna self ya da selves artırmaqla biz düzəldirik. Məsələn, Müəllim, birinci şəxs əvəzləridir, sonra da qayıdış. başa düşmədim. Yəni elə keçirik də indi burada izah Şəxs edirsiniz. əvəzlikləri, sonra obyekt əvəzlikləri, sonra qayıdış əvəzlikləri. Deməli, Hə, myself nə deməkdir? Myself deməkdir ki, öz, özümə. Yəni hərəkəti mən öz özümə edirəm. Məsələn, I cleaned my room myself. Ya da burada gəlin belə bir şey yazın. I cleaned the room myself. Mən otağı özüm təmizlədim. Yəni öz-özümə təmizlədim də, özüm təmizlədim. Burada mən həm də bu mənaya gəlir ki, bu hərəkət heç kimin köməyi olmadan icra olunur. Yəni mən burada myself yazmışamsa, bu o deməkdir ki, mən otağı heç kimin köməyi olmadan özüm icra etmişəm. Əgər hərəkət kim tərəfindən icra olunursa, qayıdış əvəzliyi ona əsasən yazılmalıdır. Məsələn, burada hərəkəti mən icra etmişəmsə, təbii ki, mən öz-özümə deməliyəm. Mən burada yaza bilərəm ki, məsələn, tutaq ki, yazıram himself. Bu yanlışdır. Mən necə deyə bilərəm ki, mən otağı o öz-özünə təmizlədi. Belə bir cümlə olmur axı. Mən yazmalıyam ki, mən öz-özümə təmizlədim. Ona görə mən mütləq nə etməliyəm? Aya uyğun olaraq nə yazmalıyam? Myself. Ya da ikinci nədir? Yourself. Yourself or yourself. Yourself. Yourself sən öz-özünə deməkdir. Cəm forması isə your. Burada self-ı biz cəmləməliyinə yazırıq selves. Yourselves isə siz öz-özünüzə deməkdir. Deməli, öz-özünə və ya öz-özünüzə. Öz-özünə və ya öz-özünüzə. İndi gəlin baxaq. Burada iki vəziyyətdə biz işlədə bilərik. Yəni, bunun hər ikisini yaza bilərik. Məsələn, yazmışam ki, gəlin eyni cümlə üzərində yazaq. You clean the room. Sən otağı təmizlədin. Yourself. Öz-özünə. Amma sən əgər buradakı you-nu siz mənasında demək istəyirsənsə, məsələn, siz otağınızı təmizlədiniz öz-özünüzə. O zaman deməlisən yourselves. Yaxşı, yourselves. Self. Bu, təbii ki, sən Azərbaycan dilində qurduğun tərcümədən asılıdır, əgər danışıqdan istifadə edirsənsə. Amma əgər testdə yazırsansa, məsələn, tutaq ki, testdə belə bir cümlə var, Ruma qədər yazılıb və 3 nöqtə qoyulub, sən indi ya yourself ya da yourselves-də birini qoymalısan da, elə. A, B, C olan variantlarda heç vaxt bu ikisini bir yerdə görə bilməzsən. Sən ancaq rəqəmli variantlarda görə bilərsən. Məsələn, 1-də yazılıb yourself, 3-də yazılıb yourselves. Sən bunun ikisini də götürməlisən. Ya ikisini də götürməlisən, ya da ikisini də götürməməlisən. Yaxşı. Çünki buradakı you-nu sən iki cür tərcümə edə bilərsən. Həm sən, həm də siz kimi. Əgər sən deyirsənsə, burada yourself yazırsan. Məsələn, you clean the room yourself. Sən otağı özün təmizlədin. You clean the room yourselves. Siz otağınızı özünüz təmizlədiniz. Bu mənaya gəlir. Yəni, testdə görürsənsə, əgər you varsa, həm yourself, həm də yourself yaza bilərsən. Üçüncü şəxsimiz hansıdır? Herself. Herself qadın cinsində nə deməkdir? Öz-özünə deməkdir. O öz-özünə. Məsələn, deyirəm ki, she, ya da bu she qadın cinsi də bilirsiniz. Bunun əvəzinə ola bilər, məsələn, yazıram my sister. Mənim bacım təmizlədi. My sister cleaned. Nəyi təmizlədi? Otağını, the room. Öz-özünə. Təmizləyən kimdir? Hərəkəti icra edən kimdir? Mənim bacımdır. Elə qadın cinsindədir və mən öz-özünə demək üçün herself-dan istifadə etməliyəm. Yazıram herself. My sister cleaned the room herself. Otağı özü təmizlədi. Sonra keçirik üçüncü himself. Himself kişi cinsində öz-özünə deməkdir. Məsələn, nümunə yazıram.
Bir də nə kişi cinsində bilirik də he işlənir. Ya da he-nin yerinə nə yaza bilərəm? Məsələn, yazıram my brother. Mənim qardaşım. Mənim qardaşım nə etdi? Təmizlədi. Nəyi təmizlədi? Otağı. Öz özünə təmizlədi. Yəni özü təmizlədi, heç kim kömək olmadan. Nə deməliyəm? Himself. Məsələn, sən gətirib burada başqa bir qayda əvəzliyi qoysan yanlışdır. Çünki hərəkəti icra edən kişi cinsindədir. Sən gətirib bura kişi cinsində qayda əvəzliyi qoymalısan. Başa düşdünüz? Növbəti. Məsələn, cümlə we ilə başlayır. Deyirəm ki, we cleaned. Biz təmizlədik otağı özümüz. Necə deməliyəm? We-yə görə nə deməliyəm? Ourselves. Ourselves. Our biz deməkdir. Sən heç vaxt bunu ourself şəklində yaza bilməzsən. Çünki self təkdə işlənir. Our isə biz deməkdir. Cəmdədirsə, sən mütləq bunu etməlisən, ourselves edib cəmləməlisən. Heç bunun tək forması yoxdur. Sadəcə testdə çaşdırmaq üçün deyə bilər deyə yazdım. Məsələn, yazıram ki, they, onlar neynədilər yazaq? Aha. Səsiniz xışıltılı gəlir.